Deməli, bugünkü mövzumuz mümkün halların sayı, asılı olmayan hadisələr, asılı hadisələr. Bu üç mövzunu keçəcəyik. Mümkün halların sayı nə deməkdir? Mümkün halların sayı o deməkdir. Məsələn, bir çox məsələlərdə 2 və daha çox sayda zərin birlikdə atılması, metal pulun birlikdə atılması kimi məsələlərdə mümkün hallar və əlverişli hallar sayını tapmaq lazım olur. Məsələn, tutaq ki, deyək, müxtəlif variantların sayını deyərsə, müxtəlif variantların sayını deyəndə, məsələn, şaxələnmə diaqramından, siyahı tutmadan, cədvəldən, nə bilim, vurma qaydasından istifadə etməklə tapmaq olur. Məsələn, vurma prinsipində deyir ki, A elementinin en üsulla seçmək və hər biri belə seçim qarşısında B elementini en üsulla seçmək mümkündürsə, burada nə edirik? Eni vururuq M-ə. Daha rahat üsul. Eni vururuq M-ə. Biz məsələn, tutaq ki, deyir ki, 5 dənə cərgə var. Hər cərgədə tutaq ki, 4 dənə əskər düşülüb. Biz nə edəcəyik onların sayını tapanda? 4-ü 5-ə vuracaq. Eni vuracaq M-ə. Bu rahat, ən rahat üsullardan biridir. Bunlardan biri var asılı olmayan hadisələr, biri var asılı hadisələr. Asılı olmayan hadisələr nə deməkdir? Məsələn, deyirik ki, bir hadisənin baş verməsi digər hadisənin baş verməsi imkanlarına təsir etmirsə, belə hadisələrə asılı olmayan hadisələr deyilir. Yəni, belə deyək də, bir hadisənin baş verməsi digər hadisədən asılı deyil. Adından da göründüyü kimi, asılı deyil. Tutaq ki, deyək ki, zər və qəpik pul eyni zamanda atıldıqda, zərdə hansı üzün düşməsi qəpik pulun xəritəyə və ya rəqəm üzünün düşməsi hadisəsinə asılı deyil. Yəni, bunlar asılı bir-birindən asılı deyil. Bu zaman bunları hansı düsturla, hansı ehtimalla hesablayırlar? Deyir ki, asılı olmayan 2 və daha çox hadisənin ehtimalı bu hadisənin ehtimalları hasilinə bərabərdir. Tutaq ki, burada A və B. A və B ehtimalı. Nə edirik? P-A-nı vururuq P-B-yə. Bu düsturdan istifadə edirik. Bu zamanda bu düsturu həm də necə yazmaq bilərik? P-A-B birləşməsi eyni zamanda bərabərdir. P-A vurulsun P-B. Bu kimi də yaza bilərik. Və yaxud da 3 dənə hal deyərsə, P-A-B-C deyərsə, P-A vur P-B vur P-C də deyə bilərik bura. Əgər bura C əlavə olunarsa. Aydındır. Bu asılı olmayan hadisələrin düsturudur. İndi isə asılı olan hadisələrin düsturunu deyək. Tutaq ki, bir hadisənin baş verməsi digər hadisənin baş verməsi imkanlarına təsir edirsə, bu hadisələrə asılı hadisələr deyilir. Yəni, birinin baş verməsi digərindən asılıdır. Məsələn, deyək ki, torbadakı 100 kartdan 10 kart hədiyyəlidirsə, birinci cəhddən bir nəfərin hədiyyəli kart çıxarması digər şəxsin hədiyyəli kart çıxarma hadisəsinə təsir edir. Yəni, say azalır, belə deyək də, digərinə təsir etmiş olur. Bunların hesablanması isə yenə eyni qayda P-A və P-B, P-A-nı vururam P-B-yə. Məsələn, bu düsturda bir dənə fərq nədir? P-A və B bərabərdir. P-A vurulsun, daha doğrusu, P-A vurulsun A-dan B halına hadisə. A-dan A hadisəsindən sonra B-nin baş verməsi. A-dan sonra B-nin baş verməsi. Sonra B-nin baş verməsi. B-nin baş verməsidir. Aydındır. Yəni, bu üsul əsasən bu üsuldan istifadə olunur. Belə çox geniş mövzu deyil. Əslində, oxuyaraqdan da başa düşə bilərsiniz. Sadəcə, qısa olaraq bir izah vermək istedim. O düsturlarda yerinə qoymaqla tapmaq olur. Aydındır. Sadəcə bütün ehtimalların daxilindədir. Və çoxluqla belə deyək də, ortaq deyək gedir. Sualı olan var bu mövzular haqqında? Var mı sualı olan? Xeyr. O zaman dərsimiz bu qədər.
İndi bunu tapşırıqlarından işləyəcəyik möhkəmləndirmək üçün.